qohumuyla zina edəni necə bağışlayasan? Hər kəsi bağışlamaq olmur. Sen kalbini bulandırsan ceza yaşayacaksın. Misal nədir bu? Elə bir gələn ki, əgər sənin dünyada yaşanıbsa bu, deməli, haradasa səhv edibsən, cəzasını onunla sənə verir Allah Teala. Başa düşürsən? Amma anlamırsan. İnsan bunu anlamır. Ki, mən harada səhvə yol verdim ki, mənim başıma bu müsibət gəldi. Quran bunu aydın deyir. Sizin başınıza gələn müsibət öz əməllərinizlə qazandığınızın əvəzidir. Bu da xəyanətdir. Müsibətə düşmüsən də. Deməli, haradasa sən səhvə yol verirsən. Bunu dərk etməlisən. Düzdür, mən dərk et demirəm. Sadəcə eşitdirirəm. O dərk edilməsi, bu söz sənin qəlbinə düşdü mü? Onu sənin qəlbində Rəbbin sənə izah edəcək, mən yox. Amma buradan eşidirsən. Çünki belə nəqş eləmiş bu rəsmi qələm fələkdən yüksəkdir, kəlam əzəldən. Yəni, kəlamla bu səslənməlidir ki, sən onu eşidəsən və o sənin qəlbinə düşəndən sonra cücərsin, sən də onu dərk edəsən. Budur.